Guy de Maupassant, Aleksandr. Həmişəki kimi bu gün də saat 4-də Aleksandr Marambal cütlüyünün qaldığı evin qapısı önünə 3 təkərli kreslonu qoydu. Belə kreslolarda iflic keçirmiş insanları gəzdirirdilər. Həkimin məsləhətinə görə hər gün saat 6-ya qədər o, öz xəstə qoca xanımını gəzdirirdi. Kreslonu lap astanada saxladı ki, ağır cüssəli xanımı ora daşıyan zaman ona asan olsun. Evə daxil olan zaman Aleksandr əsəbi, xırıltılı, qarğış söyləyən, yaşlı istefada olan kapitanın səsini duydu. Bu quru qoşunlarının kapitanı Joseph Marambal idi. Qapının bərk çırpılması, stolların tərpənməsi və cəld addım səsləri gəldi. Sonra hər şey sakitləşdi və bir neçə dəqiqədən sonra Aleksandr astanada göründü. Var gücü ilə xanımını tutmuşdu. Hansı ki, pilləkənlərdən düşdüyü üçün əzab çəkirdi. Qadın güclə kresloya əyləşdi. Aleksandr arxaya keçib, kreslonu tərpətmək üçün nəzərdə tutulan yerdən tutdu. Onu çayın sahilinə tərəf sürdü. Onlar belə hər gün bütün şəhəri gəzərək rastlaşdıkları insanlarla hörmətlə salamlaşırdılar. Bu baş əyərək salamlaşmalar hamı tərəfindən sevilən və sayğı göstərilən xanımla birlikdə bəlkə də nökərə də aid idi. İstefada olan yaşlı əskər, bəyaz saqqalı ilə gözəl nökər nümunəsi idi. İyul günəşi alçaq komaları elə parlaq, alovlu şüalarla yandırıb yaxırdı ki, divar və trotuar kölgələrində köpəklər uyuyurdu və Aleksandr dəngənəfəs olaraq addımlarını sürətləndirib çaya gedən yola çıxmağa tələsirdi. Xanım Marambal bəyaz çətir altında artıq mürgüləyirdi. Çətir bəzən qorxu bilməyən nökərin özünə dəyirdi. Onlar Cökə xiyabanına çatan zaman ağaclar kölgəsində qadın oyanıb nəvazişlə dedi: "Mənim əziz Aleksandrım, asta sürün, yoxsa bu istidə halınız dəyişə bilər." Mehriban xanım heç düşünmədi ki, öz egoizminə görə asta sürməyi yalnız ağacların yarpaqları altında günəşdən gizlənəndən sonra adamdan istədi. Navetta çayı boyu uzanıb gedən bu yaşlı Cökə xiyabanında axan çayın yanında 2 sıra söyüd də əkilmişdi. Daşların dəyən, kəskin dönüşlərlə keçən su səsi gəzinti zamanı sakit şarkıya çevrilirdi. Quru havada təravət vardı. Xanım Marambal dərindən həzlə nəfəs alıb dedi: "İndi çox yaxşıyam. Ərim bugün keyfsiz oyanıb." Aleksandr cavab verdi: "Elədir, xanımım." Artıq 35 il idi ki, Aleksandr onlarda xidmət göstərirdi. Əvvəllər icraçı zabit, sonra isə sadəcə nökər kimi bunu etmişdi. Ağasını tərk etmək istəməmişdi və artıq 6 il idi ki, hər gün nahardan sonra xanımını dar şəhər küçələrində gəzdirirdi. Belə uzun vəfalı xidmətdən sonra hər gün ikilikdə keçirilən zaman ərzində xanım və nökər arasında bəzi mehribanlıq yaranmışdı. Xanım tərəfindən qəlbən sevgi, nökər tərəfindən hörmət güclənmişdi. Onlar ev işlərindən eyni hüquqlu şəxslər kimi söhbət aparırdılar. Onların əsas mövzusu, narahatlıq mənbəyi kapitanın dözülməz pis xasiyyəti idi. Hansı xasiyyəti ki, o uzun illik ordu xidməti zaman korlamışdı. Öncə orduda xidmət parlaq başlamışdı. Sonra rütbədə yüksəlişsiz davam edərək keçmişdi və heç bir şöhrət qazanmadan bitmişdi. Xanım Marambal deyirdi: "Xeyr, həqiqətən ərim keyfsiz oyanıb.
istifaya çıxandan sonra bu onunla tez-tez baş verir. Aleksandr ah çəkərək xanımının fikrini tamamladı. Ah xanımım, yaxşı olar ki, bunun onunla hər gün baş verdiyini deyəsiniz. Hətta bu hal onda xidmətdə olan zamanlar da bəzən baş verirdi. Bu həqiqətdir, amma yazıq ərim heç bəxti gətirməyib. O cəsurluq etmiş və 20 il ərzində buna görə medalını almamışdı. Sonra da 30 il müddətdə xidməti zamanı kapitan rütbəsindən yüksələ bilməmişdi. Axı əvvəllər istifaya çıxanda heç olmasa polkovnik rütbəsində olacağını hesablamışdı. Xanımım, əlavə edin ki, bütün bunlarda onun özü günahkardır. Əgər o həmişə zəncirdə olan hisli köpək kimi olmasaydı, rəhbərlik onu sevərdi, ona himayə edərdi. Bədbəxtlik ondadır ki, cənab Marambal özü adama yovuşmaz biridir. Yaxşı hesabda olmaq üçün insanlarla ünsiyyət qurmağı bacarmaq lazımdır. Əgər o bizimlə belə davranırsa, bunda biz özümüz günahkarıq. Çünki onun bu davranışına dözürük. Lakin bəziləri buna başqa cür baxır. Xanım Marambal xəyallara getdi. Artıq uzun illər idi ki, ərinin kobudluqlarına dözməli olurdu. Lakin əvvəllər qadın ona yaraşıqlı zabit olduğu üçün ərə getmişdi. Artıq təltif olunmuş və gənc olmasına baxmayaraq deyilənlərə görə gələcəyi parlaq olmasına böyük ümidləri vardı. Həyatda bəzi yanlışlıqlar yapmaq olur. Qadın dedi, nəfəsinizi dərin, mənim yazıq Aleksandr, budur sizin skamyanız. Bu, xiyabanın döngəsində olan alçaq, artıq əyilmiş taxta skamya idi və bazar günlərində gəzintiyə çıxanlar üçün nəzərdə tutulmuşdu. Həmin yerə çatan zaman Aleksandr bir neçə dəqiqə burada dincəlirdi. Skamyada əyləşən zaman adəti üzrə o, vüqarlı hərəkətlə iki əli ilə gözəl bəyaz saqqalını sıxıb, barmaqları ilə onu ucuna qədər sığallayırdı, qarnına sıxırdı. Sanki bir dəfədə onun uzunluğuna əmin olmaq istəyirdi. Xanım Marambal davam etdi. Mən onun arvadıyam və əgər onun kobudluqlarına dözməliyəmsə, bu adi işdir. Lakin siz, anlaya bilmirəm ki, niyə ona dözürsünüz, mənim əziz Aleksandrım. Nökər çiyinlərini çəkdi. Yəqin, mən xanımım, qadın əlavə etdi. Sözün düzü, mən bu haqda tez-tez düşünürəm. Mən ona ərə gələn zaman siz iş icraçısı kimi çalışırdınız. O vaxt ona dözməyə məcbur idiniz. Lakin sonra niyə bizi qoyub getmədiniz? Axı sizə çox az maaş veririk. Həm də sizinlə çox pis rəftar olunur. Axı siz hamı kimi yaşaya bilərdiniz. Başqa yerdə yerləşib evlənərdiniz. Ailəniz, övladlarınız olardı. Aleksandr təkrar etdi. Mən xanımım, bu başqa bir işdir. Sonra adam sustu. Saqqalını dartaraq sanki onu qoparmaq istəyirdi. Aleksandr utanaraq kənara baxırdı. Xanım Marambal davam edərək fikrini bitirməyə çalışdı. Axı siz adi kəndçi deyilsiniz, təhsil almısınız. O vüqarla qadının sözünü kəsib, mən yer ölçənliyi oxumuşam xanım, dedi. Bəs nədən bizimlə qalıb həyatınızı məhv etdiniz? Aleksandr donquldandı. Belə alındı. Xasiyyətimlə əlaqədardı. Xasiyyətin bura nə dəxli var? Xanım soruşdu. Əgər birinə alışıramsa, sonuna qədər onunla qalıram. Qadın qəhqəhə çəkdi. Amma mən heç vaxt inana bilmərəm ki,
Siz moral bağa alışmışsınız ve ona göre bizimle kalırsınız. Hayatınızı onda olmayan yumuşak münasibete ve mehribanlığa bağlamışsınız. Skamyada oturan Alexander yerində tərpənirdi. Görünürdü ki, özünü itirib. Sonra uzun bığları altında dedi: "Ona yox, sizə bağlanmışam, xanımım." Beyaz saçlarla bəzənmiş yaşlı qadın kreslodan dikənib təəccüblə nökərə baxdı. "Mənə? Mənim bədbəxt Aleksandrım, necə yəni?" Adam baxışını kənara yönəltdi. Sonra yuxarı baxdı, sonra isə uzaqlara nəzər saldı. Xəcalət verici bir sirri məcburən deməli olan zaman utanan insanlar belə edirlər. Sonra oda atılmağa əmr alan əskər cəsurluğu ilə dedi: "Bax, belə alındı. O vaxt keçmişdə leytenantımın məktubunu mən bir xanım qıza aparıb verdim. O da gülümsəyərək mənə 20 su verdi. Bax onda hər şey həll olundu." Qadın heç nəyi anlamadı və təkid etdi: "Buna aydınlıq gətirin." O an adam cinayəti boynuna alıb özünü məhv edən insan kimi dəhşətdən qızardı. "Mən, xanımım, sizə qarşı boş deyiləm, vəssalam." Xanım Marambal cavab vermədi. Üzünü çevirib başını aşağı saldı. Düşünürdü. Qadın mərhəmətli, düz sözlü, zəkalı, utancaq biri idi. Və xanım Marambala elə gəldi ki, bu bədbəxtin vəfalılığını anladı. Hansı ki, onunla yanaşı yaşamaqdan ötürü hər şeydən imtina edib və bu haqda bir dəfə də olsun, bir kəlmə də belə söyləməyib. Qadın ağlamaq istədi. Sonra əsəbi deyil, biraz ciddi tərzdə "Qayıdaq," dedi. Aleksandr qalxdı, kreslonun arxasına keçdi və onu sürməyə başladı. Şəhərə yaxınlaşan zaman yolun ortasında kapitan Maramballa rastlaşdılar. Hansı ki onlara sarı gəlirdi. Təzəcə arvadına yaxınlaşmışdı ki, xanımı ilə dalaşmağı özünə məqsəd qoyduğu üçün soruşdu: "Nahara yeməyə nə olacaq?" "Lobyalı cücə." Əri əsəbləşdi. "Cücə, yenə cücə, həmişə cücə, lənətə gəlsin. Bəsdir, bezdim sənin cücəndən. Bəlkə həqiqətən başın boşdur ki, məni hər gün eyni şey yeməyə məcbur edirsən." Qadın utanaraq onunla razılaşmadı. "Amma əzizim, axı həkimin nə dediyini bilirsən, bu sənin mədən üçün çox xeyirlidir. Əgər sənin mədən xəstə olmasaydı, biz çoxlu dadlı taamlar yeyə bilərdik, lakin mədənə görə onları sənə verə bilmirəm." Özündən çıxan ər Aleksandrın üstünə düşdü. "Əgər mədəm xəstədirsə, bu heyvana görədir. Artıq 35 ildir ki, o bişirdikləri ilə məni zəhərləyir." Madam Marambal qəflətən çevrilib qoca nökərə baxdı.